Elhamdülillah ve salatu ve selamu ala Resulullah emma ba'd. Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki La yehcuru el muslimu akha muslimen fevka felâth ev kema kal. Aleyhisselam. Bir Müslüman kişi öz Müslüman kardeşini 3 günden artık hicr edebilmez. Yani terk edebilmez. Danıştırmayabilmez. 3 gün sonra hatta. Niye göre? Çünkü 3 gün müddetinde insanın gerginliğinin gitmesine ihtiyaç var. Çünkü ilk günü o gergin olur, esebi olur, gezebi olur. Onun hislerinin tam sönmesi tam 3 gündür. Ona göre şeriat 3 gün küsür kalmaya resmi icazə verir. 3 gün küsür kal. O müddetdə sənin hisslərin, əsəblərin tam sönəcək. Yəni özünə gələcəksən, artıq ayıq olacaqsın və biləcəksən, hər şey analiz edə biləcəksən. Ondan sonra barışmaq vacibdir. Yani ona göre Allah Nebisi sallallahu aleyhi ve sellem şeriatda bu fikri necə? Yani bir Müslüman kardeşini 3 günden artıq ondan küslü qala bilməz. Bu icazəli deyil, haramdır yani, icazəli. Yaxşı küslü qalsa kişi də, bir bu gəlirsə üzünü çöndərir, o gəlir üzünü çöndərir, birine salam vermir. Onlardan en xeyrisi birinci salam verəndir. Onlardan birinci ölen cehenneme girir. Yani bunlar birbirinden danıştırmırlar. Danıştırmama sebebi meşru değil, üzür yoktu, şer'i üzür yoktu, kabul değil. Boş şeye göre. 3 gün geçti, bunun ecel geldi, o da girir. O da girir bu. Mümin diye o da girir. Ceza olarak. Allah'a ve Resulüne asi olduğuna göre cehenneme girir. Aydın mı? Onun cehenneme girme sebebi neydi? Tekebbürlük. Resulullah'ın emrini yere çıkmak. Ona intisar etmemek. Ona tabi olmamak. Onu saymamak. Ceza olarak cennet ebedinde cehenneme girir. Halbuki mümindü. Bu ansı cehennemde, ebede cehennemde yok. Bu aslında cennete girmelidir. Mümin de. Ama bu meselede tekebbürü gösterdiğine göre, Allah'ın Resulüne imtisal etmediğine göre sallallahu aleyhi ve sellem, ona ram olmadığına, tabi olmadığına, onun getirdiğini yere çırptığına göre ceza olarak cennet ebedinde cehenneme girir. Tebiresen bak. Onlardan birinci ölen o da girir. Hadise gelip açık. Bu indi 3 günden o yana geçti. 6. gün onun eceli geldi. 3 gündü, 4, 5, 6. gün eceli. Yine barışmadı. Ve bunların hicran sebebi meşru değil, mekbul değil, üzürü yoktur. Yani üzürlü hicran sebebinde bu ahkamlar işlemir, istisnadır. Onlarda xüsusi ahkamlar var. Bunda o değil. O mənə o söz dedi, bu xətrimədəydi, o mənə gəlb üzr istəməlidir. Hər halda mən ondan böyüyəm. Bunlar boş şeylərdir. Yola verin getsin. Yola verin getsin. Yani bu o sebep değil. Bəli, küsmə səbəbidir, doğrudur. 3 gün küslü qal. Və yaxşı olar ki, kim kiçikdirsə böyükdən üzr istəsin. Yaxşı olar ki, kim xatakarsa o etiraf edib üzr istəsin. Ədalətən onun budur. Əslində o bursunun küslü qalmağa haqqı var. Çünki mən ona üzr istəməyəcəm ki, o gəlsin üzr istəsin də. Kim incidib? Kim haqqa girib? Kimdən tələbi? Ondan vacibdir. O bu gəlb onu istəməyəcək ki. O ona gəlb istəyəcək. Ona görə Abu Bakr və Umar radiyallahu anhuma onların arasında bir kavga olub. Rivayət həm Buxarıda həm Müslim gerisine keçir. Bir dəfə bunlar qardaşlar, Abu Bakr Umar qardaşlar, möhkəm qardaşlar. Çok güçlü dostlardılar. Bir dəfə Umar Abu Bakr söyür. İnsan tabii hislenip. Abu Bakr da söylən insan değil. Hem yaşta senden büyüktür, hem başta senden büyüktür, hem fəzilətli senden büyüktür. Hem biləmət çok mehriban dostsuz. Yani bir bölmez cansız ama ve Abu Bakr incir. Resulullah sallallahu aleyhi ve sellem onu zenginin kaçmağına istəyir. Ya Abu Bakr sende nəsə var? Hiç ne ya Resulullah? Yok. Hiç ne ya Resulullah? Yok sen hemen üzü değil ya Abu Bakr. Sıddık sorursam sana ne olup? Ya Resulullah əslində xatıməndəydi. Yok dinlə ne baş verir? Ömer'le mənim aramızda bir şey oldu ama xatıməndadır ya Resulullah. Korkur ki Ömer Resulullah'ın qəzəbinin üzerinde Allah'ın lənətinə gələr. Diyor Resulullah xatıməndəydi. Hiç ne olmadı. Diyor aşına deyib. Yok Resulullah vallahi xatıməndadır. Hiç ne olmuyor. Yok. Ve Resulullah mecbur edib Abu Bakr'ı söhbət açtırır. Söhbət açılığında Resulullah çok qəzəblənir. Çok qəzəblənir. Ömer bin Xattabın hissi soyanda başı şu ki kobud xat edib. Və qaça Abu Bakr evinə gedir üzr istəməyə. Eve gələndə bilir ki evdə yoxdur, dəli olur. Resulullah'ın yanındadır, mən həlak oldum. İndi Ömer hissləri soyub, əsəbləri gedib, hər şey yaxşıdır. Özündən başladı çünki xata bundadır da. Ne olsun dostunda, canında, ciyərində, ürəyində. Olmaz axı, kırmızı xətti keçmədi. Qaça gəlib, hissi soyandan sonra Abu Bakr'ın qapını döyür, qapını açır ki, ümidlə ki gəlsin, ətəyindən yapışsın, başından öpsün, əlini öpsün. Çünki oradan onu hörmət edirdi. Üzr istəmə halallıq, Abu Bakr evdə yoxdur. Başa düşür ki, Resulullah'ın yanındadır. Ömer'i sanki ildirim vurur. Radiyallahu anhu Allah. Bir ondan soğuk tərk edir, dəhşətə gəlir. Qaça gedir Resulullah sallallahu aleyhi ve sellem yanına. Resulullah uzaktan onu görəndə sanki üzünə narı sıxmısan qəzəbindən. Üzü qırmızı çil olur və damarları belə şişir onları görəndə. Onlar gəlir və uzaktan bilir ki, ona məsələ agahdır. Abu Bakr da Resulullah'ın ətində tutub yalvar ki, ya Resulullah, vallahi xatəməndəydi. İndi vəziyyəti düzəltmək istəyir. İndi Abu Bakr vəziyyəti düzəltmək istəyir. Baxın necə böyük insanlar olur bu. Vallahi xatəməndəydi. Ya Resulullah, mən onu o günə qoydum, mən onu həddə çatdırdım. Yəni xatəməndə, ya Resulullah keçmir Resulullah. Abu Bakr belə qırağa qoyub, Ömer'e belə kəskin baxır, Ömer da asla gəlir. Ömer da baxanda Resulullah sallallahu aleyhi ve sellem simasına bilir ki, vəziyyət yaxşı deyil. Ömer Resulullah'ın yanına gələndə Resulullah sallallahu aleyhi ve sellem çox nadir etdiyi bir şey ona edir. Səsinin tonunu qaldırır.
Bu Resulullah'ta nadirdir. Adeta onun sesinin tonunu yalnız hutbelerde kaldırırdı. İnsanlar eşitsin ve hutbenin zehmi var. Burada istisna. Onların üzerine Resulullah sesinin tonunu kaldırır. Deyir ki, Ələ entum tariku li sahibi. Möhkəm səslə. Ve bunu 3 dəfə təkrarlayır. Mənim dostumdan əl çəkməyəcəksiniz. Kimi deyir? Sıddıq Əkbar. Möhkəm səslə. Səsin tonu bir də kaldırır. Mənim dostumdan əl çəkməyəcəksinizmi? Səsin tonu lap kaldırır. Mənim dostumdan əl çəkməyəcəksinizmi? Siz məni təksib edəndə o məni təsdiq etdi. Siz məni qovanda o mənə yurt verdi. Siz məni ac qoyanda o yeməyi mənimlə bölüşdü. Siz məni başladı onun fəzilətinə gətirəndə. Hamısını onun fəzilətlərini saydı və s. və s. və s. Və sonra deyir ki, bir daha mənim dostumun xətrinə dəyməyin. Ömər Xəttab deyir ki, ondan sonra başa düşdüm ki, Abu Bakır qırmızı xəttir. Onu qəzəbləndirər, Rasulullahı qəzəbləndirir. Rasulullah qəzəblənərsə, Allah qəzəbləndirir, o yana hər şey batır. Ondan sonra Abu Bakırla, baxma ki, biz möhkəm dostluq qardaşı, öz həddimi bilirdim, özünü qoruyurdum. Ondan sonra ona qarşı müamiləm tamamilə başqa oldu. Bakın görürsünüz, onlar arasında da yəni olur. İnsanlar da təbiidir. Buna oxşar bir dənə də misal var. Budur Xalid ibn Velid. Xalid ibn Velid, sahabi-i cəlil, Seyfullah el-Məslul, radiyallahu anhu. Allahın qınından çıxmış iti qılıncı. Allah'ın qınından çıxmış iti qılıncı. Allah'ın qılıncı, Seyfullah el-Məslul. Onun ləqəbidir. Bu ləqəbi ona Rasulullah deyib, verib ona. Seyfullah el-Məslul. Bu tərəfdə də Abdurrahman var, İbn Avf. Abdurrahman ilk İslam'a gələnlərdəndir. İlk mühacirlərdən, ilk iman edənlərdən. Xalidin İslam'ı geçib. Xalid hicrət ilinin içində İslam'a gəlib, hicrət hadisəsindən biraz qabaq. Üzrə fəth. Fəth ilində İslam'a gəlib, fəth hadisəsindən bir neçə ay qabaq. İslam'a geçib. Abdurrahman sahabi, Xalid sahabi. Xalid ibn Velid sahabi-i cəlil, Seyfullah el-Məslul. Fəzilə sahibi. Abdurrahman ibn Avf sahabi-i cəlil. Əvvəl səbiqinə, mütəsəbiqin muhacir el-müminin. İlk iman edən muhacirlərdən. Hər ikisi cəlil sahabə. Arasında bir kavga olur. Anlaşmamazlıq olur. Xalid cəngavər, Xalid komutan, general. Adətən o insanlar kobud olur, ağızdan göçək olur. Qədimdə də belə var, indi də belədir. Aralarında bir kavga olur. Xalid Abdurrahmanı pis söyüşlə söyür. Pis söyüşlə. Qırmızı xətdən keçən namus söyüşünə söyür. O da nəyə görə? İslam'a təzə gəlib, o söyüş onun ağzının yanında vardı. Qəzəblənir, onunla sözləşirlər. Xalq hisslərin o pis söyüşünə söyür, yəni ana söyüşünə. Uzaqdan da Rasulullah keçirdi. Abdurrahman Xalidə heç nə cavab vermir. Özünü yığır, qəhərlənir. Gözündən yaş gəlir, üzün körü gedir. Amma cavab qaytarmır ona. Və keçəndə gör ki, Rasulullah oradan keçdi. Başını sağlar, sakitcə gəlir Rasulullah. Deyir ki, ya Rasulullah, sən özün də şahidsən ki, mən ona cavab qaytarmadım. Yəni, mən cavab qaytarmadım. Yəni, bunu altına hər kəs çıxa bilmirsin. Razı mı ilə? Hər kəs bunu yeyə bilmir. Yəni, mən Allah'tan və Rasulundan utandım və ona cavab vermədim. Amma o məni incitdi. Yəni, bu nədir? Elədir, yəni. Hətta Abdurrahman ağlatdı. Şəxsiyyətinə sataşdı, mənliyinə, irzinə. İrz nə deməkdir? Deyəsə, irz kəlməsi işlədik. İrz şərəf və ləyaqət mənasına gəlir ələfində. İrz. İnnə ə'radakum haramun aleykum. Sizin irziniz birinizdə haramdır. İrz nə deməkdir? Şərəf və ləyaqət. Bizim dildə. Namus və qeyrət. Namusuna, qeyrətinə, şərəf və ləyaqətinə sataşdı. Peyğəmbər sallallahu aleyhi ve sellem gəlir Xalidin yanına. İndi Abdurrahmanı müdafiə edir. Gəlir deyir ki, la tasubbu ashabi. Mənim sahabələrimi söyməyin. Kimə deyir? Sahabəsinə deyir. Kimə deyir? Sahabəsinə deyir. La tasubbu ashabi. Və səsinin tonunu qaldır, möhkəm. Mənim sahabələrimə. Nə barədə dil uzatmayasınız? Sahabəsinə nə deyir? Mənim sahabələrimə. And olsun ki Allaha. Sizdən biriniz Uhud dağı qədər qızıl Allah yolunda xərcləsə, onların birinin xərclədiyinin ovucunun yarısını verə bilməyəcəkdir. Niyə görə? Sən bizim üzerimizdə o mənə şərh mənasında. Sən bizim üzerimizdə ordu ilə gələndə, hələm də iman etməyəndə, bizi qıranda o mənlə qırılanlar sırasında oldu. Sahabəmə toxunmuyor. O sənə nəfsəldir. Sanki mənə gəlirsən. Sən də sahabəmsən. Amma həddini bil də, sən ona heç vaxt çata bilməyəcəksən. O qırılanlardan idi, sən qırmağa gələnlərdən idi. O ilk iman edənlərdən idi, sən imanı. Bu hamısı rol oynayır. Bu hamısı öz yerini götürür. Bəli, sən də sahabisən. Sən mənim əzizimsən, canımsan, gəlirsən mənasına gəlir. Seyfullahsan, Allahın qılıncısan. Amma birincilərin işin olmaz. Onlar elə bir məqamdadır ki, onlar artıq çatmaq mümkün deyil. Aydındır? Yəni, la təsubbu sahabi. Sahabəsinə şikayət edir. Sahabəmə toxunmayın, sahabəmi söyməyin. Və sonra müqayisə edir. Sizin sədəqəniz hara, bunların sədəqəsi. Bunların o gün mən tək olanda, aciz olanda, zəif olanda, gücsüz olanda, ordusu olanda, silahsız olanda, mən zəif olanda bunların yarım ovuc xərclədi, minləri sizin, sonradan gələnlərin dağ boyla xərcləsi, onu verilməz, yerinə verilməz. Yəni, Allah Nəbisi sallallahu onları tərbiyə edirdi, onları islah edirdi, onları barışdırırdı. Yəni, onlar arasında bir məhəbbət, bir dostluq edirdi. Allah Nəbisi sallallahu buyurur ki, hələ ki mən sizin aranızdayam, mən sizi qoruyuram. Necə ulduzlar səmanı qoruyan kimi. Hele ki ulduzlar gələcək, sama dağılacaq. Hele ki mən sizin aranızdan gələcəm, yəni vəfat edəcəm, siz dağılacaqsınız. Zaten demiştim bu hədis şərifdir. Allah Nəbisi sallallahu aleyhi ve sellem vəfat edildiğinden sonra nə baş verdi? Sahabeler birbirine ordu kaldırdılar ve birbirinin kanı döktülər. Yani bu əvvəlcədən deyilmişdi. Ona görə Rasulullah sallallahu aleyhi ve sellem yani fenomenal, hayatta mümkün olmayan bir şeyleri Allah Teala müvəffəq eləmişdi.
Onlar birbirine kardeş eləmişdi. Ansar, Muhacir, Avs ve Hazreç. Yani hatta Avs Hazreç hakkında deyilir ki, yani Resulullah sallallahu aleyhi ve sellem onlara yetişmeseydi İslam ile, onları kardeş eləməsəydi bu qəbilələr bir-birlərini tarixdən siləcəkdilər yer üzündən. Hər dəfə dava edirlər. İkisi de Medineli, ikisi de Ərəb qəbiləsi. Bunlarda qan davası var. Hər də bir-birlərini qırırlar. Resulullah onları bir-birinə qardaş elədi. İman qardaşlığı, sahabə qardaşlığı. Təsəvvür. O vəfat edəndən sonra təzədən şeytan, iblis burada Resulullah sallallahu əleyhi və səlləmin gücünü göstərir. Allah Teala deyir ki, onun yanındadır. Onu təyid edir, onu təsdiq edir. Heç kim onları parçalaya bilmir. Resulullah vəfat edib gedəndən sonra burada iblisin necə hiləsini göstərir ki, iblis nələrə qadirdir. 2 dənə qardaş sahabə, hərəsinin bir ordusu. Və hər iki orduda sahabələr də bir-birlərini qırmağa gəlirlər. Gör nələr iblis törədi böyük tarixdə. Yəni iblisin varlığına şəkk eləyən bu hadisələrə baxsın. Gör, hə? 2 dənə ordu. Hər iki ordu. Başında sahabə gəlir, sahabə gəlir. Hər iki ordunun nümayəndələri sahabələr. Gəlirlər bir-birlərini qırmağa. Ne var ne ki artık Resulullah onları koruyabilmir. Artık onların arasında yoktu. Şimdi iblis onları artık yenir. Nice? İblisin öz ordular var. Münafikler. Müzebbine beyne zâlike la ilahe ula. Ne onlardan ne bunlardan da işten görürler. Yani kardeşlik nimeti bilmek lazımdır. Bize biz hava havalanırıq. O kardeşi çiğnimizde aparanda. Ben bir kardeş tanıyıram. Bu bir müəllim danışmışdı bize dərsdə. Sonra mən də tanıdım söhbət kimdən gedir. Bunlar küsülüydülər. Bax belə boş şeyə görə küsülüydülər. Amma möhkəm qardaş oldular. Möhkəm dost oldular. Bilən xətrini çox istədilər. Belə boş şeyə görə küsülüydülər. Qəfil onlarda biri vəfat edir. O birisi küsülü onu aparır qəbir dünyasına ağlaya-ağlaya. Hamı qəbirstanlığına gedir. Qəbirstanlığına gedir. O qəbirstanlığında qalır. Ağlayır. Heç kim onu evə apara bilmir. Qəbirindən ayıra bilmir. Elə peşman olur ki, vaxtında onun barışmadığına görə. Bu hadisəni biz gözümüzlə gördük. O insanı qəbirstanlıqdan çıxarda bilmirdik. Yani peşman olur da onunla küsülü olduğuna göre, boş şey küsülü olduğuna göre çiğninde aparır, ne kadar ağlırdı. O gün orada hiç mi ağlamırdı ondan başka? O kadar peşman onu itirmeye, o kadar peşman. Keşke o qayıdardı, onunla barışardım söyleydi, ne olar? Qayıdardı, barışardım sonra öyleydi. Hani neymişdi ki ben yani onu böyle tanıştırmadım. Çok büyük şey olmuş ona göre. Yani kardeşlerin geldiğini bilin, kardeşlerin geldiğini bilin, iman kardeşlerin geldiğini bilin. Bu büyük nimetti, vallahi büyük nimetti. Ve yine de hatakar olan gelsin üzü üstesin. Ve tevezzükar olsun. Və kiçik böyükdə üzr istəsin. Hətta ola bilsin ki, xata böyükdədir. O kiçik gəlsin təvəzzükarlıq xəttinə, Allah rizası üçün böyükdən üzr istəsin, hətta haqlı olduğu halda. Kim haqlı olduğu halda münaqişəni Allah üçün tərk eləsə, cənnətin ortasında ona ev zamin dururam. Və bu hədislər kim üçündür? Ha vaxt tətbiq olunacaq belə şeylər üçündə. Haqlısan, ağsaqqal haqsızdır. Allah rızası üçün təvəzzük ki, mən talava lillahi rafa. Kim Allah üçün təvəzzükarlıq eləyərsə, Allah onu ucaldır. Ağsaqqal xatakar. Tamam. O üzr istəmək düzgün deyil. Min iclalillah, Allah-u Teala'ya təzim və iclal göstərməyin əlamətlərindən biri böyüyə ağsaqqal kimi hörmət göstərməkdir. Xatakar odur. Yaşda böyükdür. 6 yaşdan böyükdür. Eyb yox. Sındır özü. Gəl özü xatakar yerine qoy. Sən barış. Bütün məqamları, bütün fəzilətləri, bütün xeyri sən topla. Ne olar? Vallahi Allah qatına qalxacaqsan. Vallahi ucalacaqsan. Bu nimət inşallah, bu nimətin qədrini bilin. Biz bu niməti itirəndən sonra bilirik qədrini. Elhamdülillah. Bizə qalan iman qardaşlar olacaq da. Nə naşükür uşaqlarımız bizə qalmayacaq, nə nankör balalarımız, qızlar qalmayacaq. Hərəsi sənin mirası götürüb, gedəcəklər kurorta, dincəlməyə. Allah göstərməsin belə balalardan, belə evlatlardan. Sənə yenə rəhmət kim oxuyacaq? Ət-təhiyyatü lillahi və-s-salavatü və-t-tayyibat. Əs-salamu aleyke eyyuhən nəbi və rəhmətə. Əs-salamu aleyke və s-salavatü. İkinci rivayət. Və alə ibadillahi-s-salihin. Ölülər və dillər hamısı onun içindədir. Sənin namaz qılan, təhiyyat oxuyan qardaşın duası səni çatacaq qəbirdən. O təhiyyatda bütün diri və ölü möminlərə dua edirsin. Ve Allah'ın salamı olsun, rahmeti, bereket olsun bütün Allah'ın salih ibadlar kullarına. Kimin duasına çatacak? O kardeş ki secdesinde diyor ki Allah mağfir li cemi'el emvatel muslimin vel muslimat vel mu'minin vel mu'minat. Allah mağfir lehum. Ve diyecek ki Allah mağfir li muslimin muslimat vel mu'minine vel mu'minat el ahyai minhum el emmat. Allahümme Müslüman kişi ve kadın, mümin kişi ve kadın. Diri ve ölen olan her bir kese rahmet ile. O duanı ki öyleyecek yer üzerine gelip giden Müslüman kişi ve kadınların sayı kadar sevap kazanır bu bir. Üstelik onun duası senin de ruh dünyana nasibi payını gelir, azabdan kurtarır. Ama o keser ki onu ki Allah subhanahu ne diyor ki Âbâukum ve ebnâukum la tedrûne eyyuhum akrabu lekum nef'a. Atalarınız, balalarınız, siz bilmirsiniz onlardan en hayırlısı hansıdır? En hayırlı hansıdır? Allah'a yakın olan. Olabilirsin ki senin en değer gösterdiğin, senin en faydası olandır. Olabilirsin ki senin en bigane olanın senin en faydalı olanı olacak. Bu da nedir? İman ölçüsüdür. Ona göre bu şeyin geldiğini bilin. Hâdâ ve sallallahu aleyhi ve sellem ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.